Ölüm Ayla, nə tərsən? Sağ ol ay tacirə, sən nə tərsən? Çox sağ ol, yaxşıyım. Qəmər deyirəm, qəşək görünürsən, ağ rəng xoşuna gəlir. Keyfimi çox açdın, hə, çox sağ ol. Deyirəm, belə baxıram ki, hərə özünə, özgənin adını götürür deyə siz xoşunuza gəlir, hə? Niyə də olmasın? Yox, amma mənim fikrimcə hər öz adında qalsa daha məsləhətli olar. Bəli, Məftunə söylədim. Həqiqətən də qızlar, bir-birimizin paltarımızı geyinə bilərik, bir-birimizin ayaqqabımızı geyinə bilərik, düzdür, bir-birimizin yerişimizi yeriyə bilməsək də, amma ki, adlarımızı dəyişmək mümkün deyil. Yəni, hər kəsin adı özünə yaraşır. Səninlə çox razıyım, ancaq mən onu qeyd edim ki, mən İlahənin paltarını geyinə bilmərəm. Çünki əynin olmaz ona görə. O ola bilər. O da mənim ayaqqabıma geyinə bilməz. Ayağım olmaz, düz deyirsən. Adların mənasından danışırsınız, maraqlı da Məftunə. Sənin adının mənası nədir? Mənim adımın mənası Məftunədir. Yəni ki, mənasına varanda heyran olmaq deməkdir. Məftun edici yəni. Bəli. Və sənin adın mənası nədir? Bilirsən sözün mənasını? Bildiyimə görə bilirəm ki, mənim adım ilahi varlıq deməkdir. Yəni, belə deyim də, dırnaq içində də mən müqəddəsəm. Tacirə, sənin adının mənası nədir? Bax, bu çox maraqlıdır. Həmin adımla bağlı qısacıq sizə bir şeir deyəcəm. Yəni, mənasını da siz oradan özünüz götürərsiniz. Deməli, mən başların tacıyam, dərdlərin əlacıyam. Tacirəyəm, sev məni, gəl yaxından gör məni. Bax, qısaca həm adımla bağlı mən mənasını sizə dedim, həm də, yəni közünüz başa düşdünüz də, əlavəyə ehtiyac yoxdur ki, mən baş tacıyam. Ay Qəmər, bəs sənin adının mənası nədir? Qəmli ər deməkdir. Nə? Qəmli ər deməkdir. Bəli, mən bir dəfə Məftunəyə bu haqda danışmışdım. Uşaq vaxtı həqiqətən uşaqlar biraz məndən zarafat eləyirdilər, Qəmər olduğum üçün. Deyirdilər ki, qəmli ər deməkdir, sən yəni beləsən. Amma əslində elə deyil. Mən demək istəyirəm ki, yeni doğulmuş ayam mən. Gözəllərəm, tayam mən. Heç bilirsiniz kiməm mən? Aytəki, Qəmərəm mən. Qızlar, artıq mən adımın mənasını söylədim şeirimdə. Yəni, yeni doğulan aya Qəmər deyirlər. Hətta hicri Qəmər var, bilirsiniz yəqin ki. Onda belə çıxır ki, mən Məftunəyəm, sanki sirli xəzinəyəm. Onda mən də deyim, mənim adım İlahədir, yazılmış bir əfsanədir. Ay tacirə, bəs sənin adının mənası nədir? Biraz, yəni, özün barədə məlumat ver də. Daha artıq məlumatım yoxdur, bildiyimi dedim. Bu kimdir axşam vaxtı? Görəsən, kim gəlib? Nə gətirib? Yeməyə? Bəli. Qarın, qolu. Qızlar, Novruz gəlib. Zarafat edirsən? Yox, niyə zarafat edirəm? Novruz dayı bizə gələnməz. Sən o Novruzu deyirsən. Biz də elə bilirik, sən bayramdan danışırsan ay Məftunə. Qız, Yəni Novruz bayramı. Heç bayramın yeridir. Gəlin, qapıda durmayın, xoş gəlibsiz. Novruz dayı. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Maşallah, o qədər qonaqpərvərsiz ki, darvazalarımız da tay-bu-tay açıqdır. Mən ürəyim elə deyil. Beyqafıl gələn qonaq döyəndə qapını döydüm ki, görüm səs verirsiniz. Xoş gəlibsiz, təki həmsiz gələsiz. Novruz müəllim, kefçikeş. Başa düşmədim. Qoy mən deyim də, yəqin deyir ki, xoş gəlibsiz. Ay qız, bəlkə elə demir. Yox, mən sadəcə olaraq Novruz müəllimə deyirdim ki, keyfiniz necədir? Maraqlıdır. Çox sağ ol. Bilirsiniz, Lənkəranlılar bir-birlərini görəndə deyir kefçikeş, cavabında deyirlər ki, gədə-gədə. O nə demək da Məftunə? Yəni, yavaş-yavaş. Gözəl sözdür. Nə demək olar? Belə getsə gərək hər şey dəyişir. Salamımız dəyişir. Şəkidə bir dənə zad vardı, Ənnon kişi. Pabeda maşını sürürdü. Özə biraz yaşlı kişiydi. Maşını da sürəndə elə başını az qaldı, rola dirəsin, belə sürürdü. Orada bir dənə quru çay var. Quru çay deyirlər. Çox böyük enli çaydır, quru çay deyirlər. Onda bir körpüdür. Üstündən onun taxta körpü deyirlər. Amma əslində sütunlar dəmirdən tərsinə dəyişir.
o körpünün üstündən gedirmiş, uzun körpüdür. Bu da başını salıb maşını sürürmüş da. Birdən körpünün ortasına çalanda biri deyir ki, Ənno dayı, salam, salam. Ənno kişilər rolu bıraxıb verir. Əleykümə salam, əleykümə salam. Ayılanda görür ki, sınıq söküşdə yatır. Bu nədir? O da Qəza törədi. Qəza törədi, ayağı gipsdə sırandı. Mən deyirəm, Vay, vay, Ənno vay, ki, vay. sənə nə oldu? Sən niyə sınıq söküşdə? Sən axı ayaqçı maşın sürərdin. Deyirəm, mən nə bilim, mən hansı götürdüm, mən indi eski salam verdi deyə ayılanda gördüm ki, çayın ortasındayım. İndi gələ salam da belə verək. İndi eski. Noruz müəllim, bugünkü mövzumuz bizim ləhcələrdəndir, adlardandır. Xanımlar bayaq adları ilə bağlı, yəni mənalarını dedilər, danışdılar. Sizin adınızın mənası bəs nədir? Çox yaxşı bir mövzudur, gözəl mövzudur. Özdə indi elə bir vaxt gəlib ki, Allah şükür eləmək lazımdır ki, bir çox adlardan biz bu dəqiqə qaçıb qutarmışıq da. İndi mən adımın mənasına gələcəm. Bir vaxt var ki, Sovet dövründəsiniz. Elə indi bu mənə baxanda uşaq olarsınız. O vaxtı görsəm birinin adını Karl Marx qoydular, birinin adını İngilis qoydular ki, ki bu komünist Siz ideologiyasını də sədaqət yəqin edən kimi. Novruz ərəfəsində olubsuz da, yəqin onu Görsən, yolda iki dənə uşaq oynayırdı. Biri Marx idi, biri də İngilis. İngilis götürüb Marx'a söyürdü, Marx da İngilisə söyürdü. Axırda söhbət gedirdi, biraz yuxarı çıxan deyirdilər, ona deyin, gedin atasına deyin ki, uşaqların adını dəyişsin. Marx, İngilis komünizm ideologiyasının baniləridir deyir, onun yaradanlardır. Elə bil ki, komünizm ideologiyasının necə deyərlər, yazarları da elə adama söyməyəm olar. Belə adlar onda çox idi. Traktor, kombayn, kolxoz, belə adlar çox idi. İndi müstəqillik dövründən sonra çox şükürlər ki, yəni əslimizə, kökümüzə Ancaq qayıtdıqca əslində indi də elə adlar Qəşəng. mövcuddur. Şəkidə də maraqlı belə qeyri-adi adlar var. Ancaq bilmirəm, onlar bu meyvə tərəvəzinin ardına niyə görə xanım sözü birləşdirirlər? Yəqin ki, biraz insan adına bənzəsin deyən. Məsələn, Lumu xanım, Ayna xanım, Pikə xanım və s. yəni belə adları misal gətirə bilərik. yəni özümüzə məxsus adlar gəlir. Mənim adım da mənası Novruz, yeni gün deyən sözdür. Bu Novruz ərəfəsində gün dəyişdiyi üçün, il dəyişdiyi üçün, mən də ərəfədə doğulduğum üçün mənim adımı Novruz qoyublar. Yəni siz yeni günsüz də. Bəli, eynən yeni günəm. Hə, bax, indi biz danışdıq adlardan, bizim verilişimizə bölgələrdən də baxırlar. Mən istəyirəm ki, elə bölgələrdən danışaq, bölgələrdə olan ləhcələrdən, adlardan, yəni buyurun. Deməli, Tacirə çox yaxşı bir mövzuya toxundu Novruz müəllim. Bax, bildiyimiz kimi Azərbaycan müxtəlif bölgələrə bölünür və hər bir bölgənin də özünə məxsus ləhcəsi var. Məsələn, mən Qazaxlı olduğum üçün mənim də bilirəm ki, Qazaxın da çox gözəl, şirin bir ləhcəsi var. Və Qazaxa yox da, Qazaxa verilişin gedişatında toxunacağam ləhcəsinə də. Ancaq mən demək istəyirəm ki, bir qədər danışmaq istəyirəm Bakı, Quba, Şamaxı, Lənkəran. Orada bizim yaşayan qohumlarımız var. Vallahi onlar nə danışanda mən başa düşmürəm. Deməli, səhər-səhər yemək vaxtıdır, gətirirlər oradan, deyirlər qeymaq gətir. Mən də deyirəm, görəm bunlar nə gətirirlər, stola nə qoyacaqlar, sən deməli qaymaq imiş. Nə bilim, kimsə dırnaq tutmaq istəyir, deyirlər, qeyçini ver oradan, deyirik görə indi neyniyəcəklər, bu indi dırnaq tutur, axı sən demə qayçı mənası verilmiş də, yəni qeyçi demək. Yəni fərqli-fərqli ləhcələr var, elə sözlər var ki, onları biz başa düşmürük. Elə götürək qərb bölgəsində də bax belə bir danışıq var. Ma, sa, mana, sana. Bax görürsə adətən biz danışanda da bəzən olur ki, ma, sa qeyd edirik. Bunu bizdə qüsur tuturlar. Sonra gəl dana, get dana, çoban. Yəni belə sözlər demək olar ki, bizdə çoxdur. Bəzən olur ki, biz özümüz də bu ləhcədə bu sözləri işlədirik. Bilirəm ay Məftunə, Qazaxlılar da elə gəlirəm, gelirəm. Yəni biz belə danışırıq. Şimal bölgəsində də mən bir misal gətirim. Şəki-Zaqatalada deyirlər ki, gedək, gələk, gözü yeyim. Yəni aton, anon, yəni o cür sözlərdən istifadə edirlər. Gəlin görək qonağımız hansı bölgədəndir və hansı ləhcədə danışır. Maşallah. Azərbaycanın bütün bölgələrini də əzbər bilirsiniz, ləhcələrini də əzbər bilirsiniz. Bu çox yaxşı. Biz hamımız öz Azərbaycanımızın bütün bölgələrini, bütün ləhcələrini bilməliyik, yaxından bilməliyik.
Mesela demək olmaz ki, mən onların ləhcələrini eşitdim, başa düşmədim. Bu biraz işçidilmiş formada olar. Hamımız başa düşür ki, qayçı nədir və qaymaq da nədir. Qaymaq elə qaymaqdır, qayçı da elə qayçıdır. Bunu başa düşməyə nə istəyir ki? Amma Yəqin onların bütün ləhcələr əlifbasında A gözəldir, hərfi amma yoxdur. bilirsən, hər ləhcə öz yerində çox gözəldir. Amma o ləhcə gəlmişsə televizora çıxanda və yaxud bədii ədəbiyyata gələndə o çox pis səslənir. Məsələn, Azərbaycan dilinin təmizliyi üçün neçə illərdir ki, Azərbaycan televiziyası o vaxt yəni bir dənə ASTV-nin timsalında Azərbaycan dilinin təmiz ədəbi dil formasına gəlib çıxması üçün çox böyük yəni iş görüb. Onun səbəbində, nəticəsində o ASTV-nin, indi belə bu dillə desək, Azərbaycan dili həqiqətən bir dənə yəni norma, Azərbaycan dilinin, ədəbi dilinin norma şəklinə gəlib düşüb. İndi biz onu televiziyada ya bədii ədəbiyyatda dağıtmağın mənası yoxdur və biz o dili, təmiz dili qoruyub saxlamalıyıq. Novruz müəllim, amma bir şey var ki, bəzən biz efir arxası, yəni belə götürək, kənddən, rayondan şəhərə gedəndə biz öz ləhcəmizdən utanırıq, çəkinirik. Yox, utanmaq lazım deyil, əksinə belə ürəklə danışmaq lazımdır. Məsələn, o vaxtı bir gün televiziya telli borç aldı mı? Elə hər çıxanda deyir, sənin acığına səni sevəcəm. Mənim acığıma nə sevirsən? Sevirsən getsin. Amma hər dəfə televiziya o dili, ləhcəni çıxartmaq biraz gətirib sənətəri. Axırda ikrah bir şeyə çıxarır. Ancaq gəlin etiraf edək ki, bugün o danışığı biz çox bəyənirik və bizə səmimi gəlir, şirin gəlir. İndi mən bir şey deyim. Sabah oradan bir şəkili çıxacaq. Deyəcək, əcan oyun, mən də sənin acığına, mən də öz şəkil ləhcəmi bəyənirəm. Sabah oradan bir Naxçıvanlı çıxacaq, nədir bə, mən də öz sözümü deyəcəm də bə. O birisi də gündən çıxacaq, Lənkəranlı çıxacaq, o da öz ləhcəsini deyəcək, mənim də ləhcəmin şirinliyi var, deyəcək, onsa deyirlər. Bir sözlə Novruz müəllim, siz hansı bölgədənsiz və o bölgənin ləhcəsində danışa bilərsinizmi? Çox maraqlıdır. Mən elə bayaqdan öz ləhcəmdə danışıram. Adam öz ləhcəsində danışanda hiss eləmir. Bizə kənardan baxan adam bu da hiss eləyir ki, bu hansı ləhcədədir. Məsələn, nə qədər ədəbi dildə danışırsan, danış, yenə insan hardasa öz ləhcəsindən bir damcı işlədir. Mənim ləhcəm də Gəncə ləhcəsidir. Yəni mən Şəmkirin Könüllü kəndindənəm. Yəni Gəncəyə yaxın. Gəncəyə lap yaxındır. Aeroportun bir böyrüdə bizim kənddir. Mən onda hardasa sizlə bizim biraz da olsa yaxınlığımız var. Yəni Şəmkir, bir dənə arada Tovuz. Nəinki yaxınlığımız, qohumluğumuz da var. Qohumluğumuz var, xəbərim yox idi. Deməli, bir gün qızlar, Novruz müəllim, getmişəm Naxçıvana. Orada da sözün həqiqi mənasında nə deyirlər başa düşmürəm. Və biraz yay aylarıdır, yəni Qarğıdalının yetişən vaxtıdır. Deyirlər ki, gətirin bişirin Qarğıdalını, məkə bişir, nə bişir? Görəsən biz nə yeyəcəyik? Qarğıdalıya məkə deyirlər də. Deyirəm, görəsən bu nə yemək olacaq belə, yəni də nə bişirirlər? Görmüşəm ki, Qarğıdalı gətirirlər. Sonra nəlbəkiyə zir deyirlər. Qızlar, xiyara gülbəsər deyirlər, gicbəsər. Sonra nənəmdən də eşitmişəm, deyirlər ki, yemişə qıra, dona, oyma, süfrəyə dəstərxan, reyhana çox gözəl bir şey deyirlər, qaragöz. Onda qızlar təsəvvürünüzə gətirin ki, bir masanın üzərinə dəstərxan salıblar, üzərinə laqlı xiyar dolması gətiriblər, yanında gülməyin də, mən istəməzəm siz biləsiniz. Nə dolması? Laqlı xiyar dolması, yanında qaragöz, civə, oturmuşsuq masanın arxasında, ancaq dongi olmamaq şərti ilə bunu yeyirsiniz. Nə olmamaq şərti? Dongi. Dongi? Yəni gülməmək şərti ilə. Sən Azərbaycan dilində danışsan indi? Elə mən bildim ki, siz məni başa düşməyəcəksiniz, amma əminəm ki, məni Naxçıvanlar çox yaxşı başa düşəcək. Mən Məftunə dongili eşitmişdim, amma dongi eşitməmişdim. Həqiqətən bu donqili də mən biləni gülməli mənasını verir. İndi sən də təsəvvürünə gətir ki, Naxçıvanlı ilə Gəncənin ləhcəsi birləşib, sintez edib. O da səndədir deyəsən. Bu arada Qəmər, tumanın nə gözəldir. Ay qız, sən mənim tumanımdan işin nədir? Novruz müəllim, niyə gülürsünüz? Tuman bizim yəni rayon bölgə dilində belə deyim də yubqa, yəni ətək deməkdir. Elə bizdə də tuman deyirlər, elə Gəncədə də tuman deyiblər.
Xoşuma gəldi Aha, Tuman. amma bizdə üzr istəyirəm, tuman deyəndə başqa yerə yozurlar. Yufka- Əslində tuman bizim geyindiyimiz hal-hazırda Yufka- bu yubqalardır. Yəni- Son illərin Lənkəranlılar son eləyər. terminidir, son illərin terminidir. Hələ bu harasıdır? Lənkərana yayda gedirsən. Deyirlər ki, aynayı ört, uzun burun girəcək. Sən də qaça-qaça gedib qapını örtürsən ki, indi bir bətəybət pəncərədən girəcək. Sən demə bunlar uzun burun ağcaqanad nəzərdə tuturlarmış. İlahə, bət-heybət deməsəydin, elə biləcəkdim ki, sözü mənə deyirsən. Ha, inanır, uzun burun kimi. Uzun burun. Burnun uzun deyil ki sənin. O da bizim dilimizin zənginliyidir. Bir yerdə uzun burun deyirlər, bir yerdə ağcaqanad deyirlər. Qan soran deyirlər, qan bir yerdə içən deyil. hünü deyirlər, bir yerdə Nünü hə, deyirlər. bir yerdə nünü deyirlər. Hər yerdə bir şey deyirlər. Görüb dilimizi gör nə qədər zənginlik. Bir dənə heyvanın adının 4 dənə sinonimi var. Novruz müəllim, tək belə götürəyim, bizdə bu ləhcələr deyil, hətta bizdə bölgələr var ki, çox fərqli qəribə adlar var. Bax, biz bəlkə siz belə fərqli adlardan nə isə bilirsiniz? Fərqli adlar, bölgənin fərqli adları. Ya ümumiyyətlə qəribə adlar Azərbaycanda çoxdur. Yəni mən Şəkidə çox yaşadığım üçün bir 21 il Şəkidə yaşamışam. Və o Şəkini gəzdikcə, dolaşdıqca mən orada qəribə adlara çox rast gəldim. Ən çox da yer adlarında. Deyim ki, məsələn orada bizə dölmə deyirlər də, dölmə, küçə, nə bilim dalan filan. Məsələn orada hər yerin öz adı var. Məsələn qumbaralar var, motor oralığı var. Ondan sonra Caqqal dərəsi var, filan var. Belə çox qəribə adlar var, Qurcana var. Nə bilim. Bax belə. İndi bu görəsən ad yoxdur qoymağa, yoxsa dilimizin zənginliyindəndir? Hər bir ad qoyulanda bir şeyə nəsə bir bazaya köklənib qoyulur. Elə belə göydən düşmə heç vaxt Necə yəni? Onda belə qoyulur da, Novruz müəllim. İndi maşallah bir ailədir, çox uşaqlıdır. Biri də qonaq gəlir, gələndə nədir? Kişi nervləndir. Bəsdir, daha bəsdir. Onda da uşağın adı olur bəsdir. Qız qayıt adı. Heç mənə çatmır da bu adın mənası. Yetər var. Yetər. Bəsdir. Belə götürəndə kifayət var. Hə, siz Şəkidən danışdınız. Yəni qoyurlar da. Bir tamaşa vardı. Orada yazır, birinin adı paketdir, birinin adı raketdir, birinin adı da raketdir. Elə tamaşa dediniz, tamaşa adında da ad var. Sonra siz Şəkidən danışdınız. Hər zaman bizim efirimizə zəng vuran bir tamaşaçı var, adı Dostu xanımdır. Nə xanım? Dostu xanım. Eşitmişdiniz bu adı? Yox, eşitməmişəm. Hə, mən də bir qədər o xanımla zarafat elədim. Sağ olsun incimədi. Özünüz də bilirsiniz ki, ləkillər deyəcəydim. Şəkillər biraz zarafat yana insanlardır. Qəbul elədi mənim zarafatımı. Həqiqətən Dostu xanım deyə müraciət eləmək biraz qəribə çıxır. Bilirsən nətər, insanlara ki azadlıq verilib, hamıya müstəqillik verilib. Yəni ad qoymaq da çox sərbəstdir. Kim nə istəyir onu da qoyur. Kim nə istəyir o adı da qoyur. Yəni belə götürək də adının qoymaqda nə müstəqilliyi? Adı ata qoyur məsəl üçün. Görsən ki, uşaqların adını ata qoyur. Atadan bir də keyfli vaxtına düşür. Yuxuda nə gördü onda? normal Və uşağın gəlir. gələcəyini körlüyürlər də belə deyək. Yox, İndi- onda bir nəfər traktorunu sevir, uşağın adını qoyur traktor. Ya olub Ola traktor bilər. olub, kombayn olub, nə Sovet kolxoz olub. olub, belə adlar olub, Rus adlar olub. Görsən müharibədə birinin əskəri yoldaşı olub, ya müharibə vaxtı birinin cəbhə yoldaşı olub, onun adı məsələn Sergey olub, ya uşağın adını olanda Sergey qoyur. Arvad da özünü öldürür ki, bunun adını Sergey qoyur. Sergeylə mən cəbhə yoldaşı olmuşam. Ona Hələ görə ruhunu yaşadım. siz Sergey deyirsiniz, bəzi kişilərimiz də, bəylərimiz də var ki, öz ilk sevgililərin adlarını, məsəl üçün gedirlər müharibədəmi deyə, hansısa xarici ölkədə bir sevgililəri olur, gəlib onun adını ya uşaqlarına, ya da nəvələrinə qoyurlar. Bu da çox maraqlıdır ki, hətta xanımlarımız buna razı da olur. Bayaq biz verilişi hazırlaşanda tacirə də maraqlı bir şey demişdi adlarla bağlı. Ümumiyyətlə valideynlər gərək evladlarına ad qoyanda yüz ölçüb bir biçsinlər. Elə adlar qoysunlar ki, onlar böyüyəndə öz adlarından utanmasınlar. Necə deyərlər, necə səslənirsə qoy səslənsin, əsas məsələ təmiz səslənsin. Vicdanın, niyyətin, pak əməllərin adınla birgə göyə yüksəlsin. Onun tür deyirsiniz ki, kim necə istəyirdi ad qoyulurdu. Yəni belə adlar qoyulurdu. Amma indi da bu zaks bürolar deyirlər də, nə deyirlər ona? O zaks bürolarda konkret şəkildə o tapşırılıb ki,
hər kəs istədiyi adı, yəni qoya bilməz. Yəni o ad Azərbaycan adlarının o standartına uyğun gəlmirsə, Yəni müəyyənləşdirirlər də qoya hansı bilməz. adı Yəni qoymaq ki, olar, hə. hansınınki olmaz. ümumiyyətlə elə ad qoymaq lazımdır ki, uşağa. Uşaq gələcəkdə öz adından utanmasın. Ona görə də görsən elə qəribə adlar qoyanda valideynləri başa salırlar ki, yaxşı fikirləşmək Novruz lazımdır. müəllim, bilirsiniz ürəyim nə istəyir? Nə istəyir? Voyeni top. Vay, top nə daydı? Bu qız həmişə qəribə nələrsə istəyir. Fikirləşirəm ki, burada gülməli heç nə yoxdur. Yəni qarpızdır da. Qış mövsümü olmasına baxmayaraq ürəyim qarpız istəyir. İlahə, xeyirdirmi ürəyin qarpız istəyir? Ancaq eybi yoxdur. Deyirəm olsaydı doğrayardıq, onu da cırıq qaşıqla yeyərdik, hə? Bilirsiniz bir dənə var. Gədəbəydə yaşayan ruslar Azərbaycan dilində danışanda onların ləhcəsində danışırlar. Bilirdiniz? Novruz müəllim, Tacirə Gədəbəydən danışdı. Mənim Tovuzun 2 kəndi yadıma düşdü. Bu adlar həmişə məni çox maraqlandırıb. İndi yəqin ki, oranın sakinləri də baxır. Bu üzr istəyirəm deyir, aşağı ayıblı, yuxarı ayıblı. Bax bu kəndin adlarını kimlər qoyub? Bu kəndin adları maraqlıdır. Necə yaranır? Göyçayda Bığır kəndi var. Həmin kənd narın məskənidir. Bir də o kənd bilirsiniz nə ilə məşhurdur? Onların toyunda həmişə dava düşür. Bu elə, yəni elə qəribə adlar Azərbaycanda çoxdur. İndi bizim Milli Məclisə də bir də bu məsələ qalxıb. Yəni bir neçə yerin adlarını qəribə olduğuna görə artıq dəyişiblər. Bir neçəsi də dəyişmək üzrədir. Yəni dəyişilməsi var. Mən yenə onu deyirəm ki, heç nə göydən düşmə olmur. Əgər onun adı elə qoyulubsa, deməli onun kökündə bir şey var ki, elə qoyulub. Onda belə götürəndə Gədəbəydə İnək Boğan kəndi var. İndi belə çıxır ki, orada inək boğulduğu üçün adını İnək Boğan qoyublar. Yəqin nə vaxt inək boğublar, elə də qalıb da. Şəmkirdə bir kənd var, xalam gəlir orada yaşayır. Yəni Qaryağdı kəndi. Deməli, Qaryağdı boy qar adında yağır. ad eşitmişdim, amma kəndi eşitməmişdim. Qaryağdı. Bizim bir qohum olub, o vaxtı o qar yağdığı bir məqamda olubdu ya, onun adını qar yağdı qoyublar. Axır ki qar yağdı deyəndə maşallah uşaq dünyaya gəlib adı olub qar yağdı. Mən elə eşitməmişəm. Anarın bir əsəri var. Bəli. Adamın adamı. Orada Ələhrizadə var. Nazlıya deyir ki, ay Nazlı, bu oğlan kimdir? Deyir ki, qardaşımın oğludur. Deyir, Qaran o adın nədir? Deyir, tər gəldi. Deyir, tər gəldi nədir? Deyir ki, bəs bu doğulanda 6 aylıq doğulub. Çox adam dedi, bu qalmayacaq da. Həkim də dedi ki, baxmayın, deyir, tər gəlsə qalacaq, tər gəlməsə amma çətin. Deyir, tər gəldi, elə adını gəldi. Tər gəldi Tər qoyublar. gəldi. İndi belə adlar olur, qoyulur. Belə adlar çox olur həqiqətən də. Amma Bəs ki, Novruz müəllim, heç mırtda yeyibsiz? Nə? yumurta. Maşallah Novruz müəllim bildi axı mən nə deyirəm. Biz tərəfdə yumurtaya mırtda deyirlər. Lənkəranda xiyara yelpənək deyirlər. Azərbaycan ləhcələri o qədər gözəldir ki, həqiqətən qəşəngdir. Ləhcələri buradan məsələ çox belə tənqid atəşinə tutmaq lazımdır. Ləhcələr gözəldir. Amma o ləhcələr görürsən ki, hamı danışanda, o bir bədii bir verilişə gələndə, ya bir estetikası yüksək bir verilişə gələndə pis səslənir. Amma görürsən bir obrazı bir dənə əsərə salırlar, görürsən çox gözəl görsənir. Məsələn, Ögey Anada hamınız görmüsünüz də. Orada məsələn Nəsibə xanım ləhcədə danışır. Nədir o oynayan bir qadın var. Ögey Ana filmində Nəsibə xanım, Bəli. Nəsibə Zeynalovanın oynadığı obrazı var. Aha. Yadınızdan çıxıb. Qəmər Qızdırmadan obrazı. danışanda deyir az orada zad var. Qəmər nənə. Qəmər nənə olur da, səhv eləmirəm Onu sonra. şeyl vaxt dərəsən, sonra onu qaynadasan, qızdırma ilə xırp. Eşək südündən. Kəsi, ay sağ ol. Aha. İndi görürsən orada o ləhcə necə gözəl səslənir. Azərbaycanda o necə qəbul olunur. Eləcə də bizim bəzi filmlərimiz də var. Məsəl üçün Bəxt Bəxt üzüyündə üzüyündə var. orada sırf elə Qazax ləhcəsindən İki danışırlar. nəfər Qazax ləhcəsində danışır. Sonra Amoşumoy. ay sağ ol. Onda da görürsən gözəl görünür. İndi təsəvvür et ki, o filmin hamısı Qazax ləhcəsində danışır. Onda necə Yox, siz görsənər? dediniz ki, biz bir növ irad tuturuq. İrad tutmuruq. Əslində bizim ləhcələrimizin hər biri gözəldir. Ancaq burada sadəcə olaraq bir şey var ki, bir neçə bölgənin insanları görüşəndə onlar bir-birini anlamırlar. Biz Azərbaycan sözünün altında birləşirik, ancaq bir-birimizi anlamırıq. Çox fərqli ləhcələrimiz var. Yox, gərək məsələn bədii ədəbiyyatda və ya kinoda falan da indi ləhcələrdən istifadə edirlər. Biz necə deyirlər öz kökümüzə qayıtdıqca
bəzi filmlərimizdə gözəl ləhcələrdən də istifadə edirik. Ya bədii ədəbiyyatda, dramaturgiyada ən çox gözəl ləhcələrdən istifadə edirik. Məsələn, bir kəndli obrazı verəndə, ya bir ucqar yerin adamın obrazını verəndə onun ləhcəsini işlənilir, o obrazın xarakterini açmaq üçün və tamaşa vaxtında o çox gözəl görsənir. Amma o vaxt gözəl görsənir ki, kənar heç kim ləhcədə danışmır. Yalnız bir obraz ləhcədə danışır. Onda gözəl görsənir. Amma hamı ləhcədə danışanda o tamamilə baxılmaz bir şey ola bilər. Və Şirinlik qatır. Əslində ləhcələrimiz çox gözəl, şirindir. Sadəcə olaraq bir şey biz həqiqətən irad tuta bilərik ki, adlarla bağlı. Görürsünüz, çox fərqli qəribə adlar var. Hətta son zamanlar diqqət yetirirsiniz, daha çox türk adlarına müraciət edilir. Türk mənşəli yox, türk adlarına. Məsələn, özümüzün gözəl adlarımız olanlar qoyurlar, baxırsınız, müğənnilərin daha çox türk Məftunə, müğənnilərin bu adını. bilirsən, qurban sənə nədən irəli gəlir? Bizim xanımlarımızın bugünü işi peşəsi yoxdur. Hamısı serial qarşısında oturur, türk seriallarını izləyirlər. Ona görə də oradan bəyəndikləri adları götürürlər. Sonra da uşağa ad qoyurlar. Sonra böyüyəndə də bu biraz problem olur. Məsəl üçün elə ad olur ki, dəbdən düşür və yaxud necə. Onda da bizim öz dədə-baba adlarımız unudulur. Bir də maraqlı bir məlumat var məndə. Dünyada bilirsiniz, ən uzun ad 1478 hərfdən ibarətdir. İndi fikirləşin də, bu adı demək üçün azı bir 10 dəqiqə vaxt lazımdır ki, bu adı sanıyıb qutarasan. Yəni Düzdür, düzdür. Biz unutmamalıyıq ki, bizim özümüzün gözəl adlarımız var. Baxmayaraq ki, bizim adlarımızın içərisində kolxoz var, traktor var. Necə deyərlər, Biz bu adları uğurlu ad öz qədim adımız parlaq gələcəyin bir açarıdır. Sovet dövrünün adları idi. Sovet dövründə də görürsən ki, bir ad var da, yəni çox belə başa düşülməz bir, anlaşılmaz, əslində anlaşılan bir şey idi. Məsələn, belə deyək ki, Sovet hökuməti ilə qorxudanmı, ya yarınmaqdanmı, ya ay bunu çox istədiyindənmi, götürdü kolxoz qoyurdu, falan traktor qoyurdu. Bu adlar vardı. Elə adlardan hələ indiyə kimi də yaşayanlar var. Amma mən elə bilirəm ki, meyvələrdən də adlar olur. Məsəl üçün İndi gilasdır, tutu o xanımdır. dədə babanın, Tut. yəni görürsən babanın adını nəviyə qoymaq var, atanın adını sonra gələn nəviyə qoymaq var. İndi mən elə bilirəm ki, o traktor adını, babanın adını heç vaxt onun nəvəsinə qoymayacaqlar. Çünki deyəcəklər, bir nəsildə bir traktor bəsdir. Bizim nəyə qoyaq ki? Hətta bilirsiniz, mən bu yaxınlarda bir ada rast gəlmişdim. Cücə Məmməd. Nə? Cücə Məmməd. Mənim üçün çox maraqlı bu ad nədən ömələ gəlir? O ad deyil də, o ləqəbdir. Yox, inanın ki, Yox, bu ad Novruz son dayı elə adında bir da ad var, yazılır. məsəl üçün bizim tanışlarımızın birində balıq. Yəni yekə kişidir, sadəcə şey deyəndə deyirik ki, balıq dayı. Falan şey oldu. Yəni Nə bilim, necə balıq. anlayaq? Yəni bunun atası ya. Valideynləri ad qoyanda nə fikirləşiblər mənə o Yəqin maraqlı. həmin gün onlara evə balıq alınıbdı. Yəni bəlkə qadın vəziyyətdə olanda ən çox yemək istədiyi şey elə balıq olubmuş. Bəlkə də o ərəfədə balıq yuxusuna girir, adını da balıq qoyur. O da ola bilər. Məgər adlar yuxularla müəyyənləşir? Olur, elə adam var ki, yuxuda görür, o yuxuda gördüyü adı qoyur. Mən bir dənə sizə bir dənə əhvalat danışacağam. Buyurun. Bir adam var, onun bir uşağı olmuşdu, tələf olmuşdu. İkinci uşağın doğulması ərəfəsində bunun da qalıb qalması çox problemli idi. Onun bacısının yuxusuna, həmən xanımın bacısının yuxusuna gəlir bir dənə o istəmədiyimiz millətdən biri girir. Bir qadın deyir ki, uşaq doğulacaq, onun adını Fuad qoyarsınız. Elə də gəlir, məsələn, o yuxuda ona deyir, o da gəlib onun adını məsələn Fuad qoyur. Mən tanıdığım adamlardan belə bir təsadüf olub. Gəlib adını Fuad qoydu. Yaxşı ki, bu yaxşı ad deyir. Bəli. İndi bunun adını meşə desəydi, dağ desəydi, bostan Görəsən desəydi, o onu necə millət qoyacaqdı? nə dildə danışırdı? Bostan demiş, bostan adı da var. Deyirəm, Bəli. lap girinci oldum. Nə oldun? Girinci oldum. Ağdamlılar demişkən, mən də laf tıncıqdım. Bir də mənim deməli bölgələrdə məsəl üçün bir-iki elə sən ağız dedin, mənim yadıma düşdü. Fərqliliklərə baxaq da. Deməli, Qazaxda deyirlər, yazırsan mağız. Belə danışırlar daha doğrusu. Şəki Zakatala zonası yazarsan, belə deyirlər. Məsəl üçün, Bakı ələtdə yazacaqsan kimi. Salyan Neftçala az yazacaqsan,
bax belə deyirlər. Və sair formalarda danışırlar. Yəni bir-birlərində olan fərqlilikləri gördünüz yəqin ki. Biri deyir Qazaxlılar daha maraqlı deyir deyəsən, hə? Novruz müəllim, bax mən istərdim ki, Novruz müəllim yaşca böyükdür və o incəsənət adamıdır, daha yaxşı bilər, dünyanı gəzib dolaşıb. Bu ləhcələrin belə olmağı nəydən irəli gəlir? Bax maraqlıdır. Dil əyriliyi, yoxsa hər hansı bir deyərək ki, ərazidə, zonada belə ləhcədə nəsə bir dəyişiklik olur mu? Bu Orta Asiyada niyə uska qlası olur, gözləri belə bükük olur. Qıyıq göz. Biz tərəfdə Bizdə də olmur. qıyıq ağızdır da, belə çıxır ki. Danışıqda insanın formalaşması da hamısı yerlə, insanın yaşadığı yerlə əlaqədardır. Mümkün deyil. Yəni Novruz müəllim bayaq Məftunə bir söz dedi, keyf kükeş, keyf çükeş. Yəni bu dili, yəni siz başa düşmədiniz, mən başa düşmədim, Qəmər, Tacirə başa düşmədisə, onda belə başa bilinir ki, Azərbaycanda nə qədər ləhcə var ki və belə desək, çox adam bir-birini başa düşmür. İndi biz bir şeyin fərqinə varıq, bir şeyin yox. Mən şimdi Şəkidə çox yaşadığım üçün deyirəm. İndi hamı, biz buradan baxanda deyirik, bizə Şəkinin bir dənə ləhcəsi var. Şəki ləhcəsi. Amma Şəkidə yaşayandan sonra mən orada bildim, yəni bunu mən aydınlaşdırdım ki, Kəndlərə görə ləhcələr dəyişir. hər bir kəndinə görə görsən ləhcəsi dəyişir. Amma kənardan baxanda hamısı Şəki ləhcəsidir. Amma hər kəndin özünə məxsusluğu var. Bu da bir Şəki ləhcəsi adında Novruz müəllim, biz istəyirdik ki, bax siz danışılır. Şəki ləhcəsindən bir qədər danışasınız, onların o şirin sözlərlə sözlər sitat gətirəsiniz. nə danışım? Sizin xətrinizə dəymək olmaz. Deyib qış vaxtıymış, belə indiki kimi bir dənə kişi həyətdə odun yarırmış. Bu yarınan odunlarda o arvadı bunu qucağına yığırmış ki, bax peçi qalasında. Oğul da gülafi rəngdə durub fit çalırmış. Kişi biraz belə baxır, görür ki, toyuqlar, orada ispanaq ləki var. O ispanaq ləkini qarışdırır da, eşir tökür. Deyir, ay oğul, toyuqlar ispanaq ləkini dağıdır. Əgər onları qovsana, uşaq fit çalır. Aradan biraz keçir, kişi odun yarır, tərini silir, deyir, ay oğul, eşitmədin, ged oradan o toyuqları qovsana, görmürsən, ispanaq ləkini dağıdırlar. Görür, yenə səs çıxmır. Üçüncü dəfə deyir, ay oğul, eşitmirsən, axırda arvad kişinin səsini gəzir, də eşitmirsən, dədən qurumsaq nə deyir, gey o toyuqları qovsana, ispanaq ləkini dağıdır. Oğlan handan belə fit çalmağa dayandır, deyir, a dədə, nə deyirsən? İndi biz sizdən ötürü mən gedim 15 dənə toyuqla pis olum. Biz bilirik ki, Şəki lətifələri həqiqətən də çox məşhurdur. Elə yerinə düşərdi, icazə verirsəz bir lətifədə mən danışardım. Deməli, bir nəfər dostu gilə qonaq gedir. Deyərdik ki, bu insan da necə deyərlər, acından ölürmüş. Baxır ki, dostu da heç buna yəni reaksiya vermir, öz işinlə məşğuldur, televizorun pultunu götürür, o tərəfə çevirir, bu tərəfə çevirir, yəni kanalları dəyişir. Qayıdır acından hansı ki ölən dostu, yəni evlərində kim ki qonaqdır, belə deyir. Ağaqaş, öyrətmək olmasın, pultucuya tərəf tuşla ki, yemağımızı biraz tez gətirsin. Başa düşdük. Burada ciya nə deməkdir, mən başa düşmürəm. Deyir ki, Ağaqaş, öyrətmək olmasın o, pultucuya tərəf tuşla ki, yemağımızı biraz tez gətirsin. Başa düşmədi, bu nə demək Pultu biraz o tərəfə çək ki, yeməyimizi tez gətirsin. Bəlkə fikirləşib ki, bu Ciya. şəklinin evindəkilər də pultla işləyir. O da ola bilər. Amma bu ciya sözü nədir, mən onu başa düşmədim. Ciya, mən elə sözü eşitməmişəm. Ola məsələn, anaya ciyi deyir. Ola bilsin ki, Ciyi. o ola bilər də, ciya de ki, Ciya ola bilər. Ciya de ki. Bakıda anaya mömə deyirlər. Bəzi Bakı kəndlərində. Ay mömə. Hətta bizdə bəzi ərazilər var ki, orada bibi də deyirlər. Mamaya, Anıya. anaya. Anaya bibi də deyirlər. Hətta Naxçıvanda səhv eləmirəmsə belədirsə, mama oğlu, bibi oğlu. Yəni mama oğlu odur ki, atanın bacısına mama oğlu deyirsən. Gəlin qardaş arvadına deyir gəlin bucu.
Bakıda. Gəlin Bax, bax. məsəl üçün Gəlin bizdə belə bir şey var. Bilmirəm, siz eşitmisiniz, eşitməmisiniz. Mən bir dəfə səsləndirəndə mənə söylədilər ki, o nə deməkdir? Kimə müraciət edirsən? Ağbacı sözü var. Bilirsiniz ağbacı Ağbacı kimdir? Gəncələr Ağbacı- dayı əmi yoldaşına ağbacı deyirlər. Türklər yengə nədir? Qardaşının məsələn tutaq ki, yoldaşına. Eləcə də burada da ağbacı deyirlər. Ağbacı deyil. Elə bil məsələn qardaşın yoldaşına məsələn o birisi balaca uşaqlar bilirsən də ağbacı deyir. Bu sözlər də onlarda yəni qəbul olunub da, yəni belə çıxır. Qəbul olunub Gəlin da. bucu, mömə, Evə gələn gəlinə gəlin bacı deyirlər də. gəlin Gəlin bacı. bucu. Bu Gəlin cür bucu. bacıdır da. Hə. Yəni hər cür istifadə olunur düz Mən sözlər. anlamıram. Mən ağbacı deyəndə nəyə nəzərdə tutulur? Məgər bu evə gələn bacı ağ olur. Bəlkə bu qaradır. Yəqin ki, ağ paltarda gəlir, gəlin gəlir. Ona görə də ağbacı deyir. Sizi bilmirəm, amma mən son olaraq onu qeyd etmək istəyirəm ki, hər bir valideyn, yəni ki, öz övladına ad qoymamışdan öncə çox düşünməlidir. Çünki unutmaq lazım deyil ki, bu uşaqlar böyüyəndə gələcəkdə öz adları ilə hər kəsin içində çağırılacaq, tanınacaq və hörmət qoyulacaq. Yəqin ki, mənimlə razı olarsınız. Tamamilə mən də o fikirdəyəm. Və bütün bu danışılanları mənə elə gəlir ki, bu mövzunu çox şişirtmək lazım deyil. İstəyir indi, istəyir gələcəkdə. Bir dənə Azərbaycan dilinin təmizliyinə çalışmaq lazımdır. Azərbaycan ədəbi dilini qorumaq lazımdır və adlarımızda da əslimizə, milli kökümüzə söykənən adlarımızı öz gələcək evlatlarımıza, nəvələrimizə qoymalıyıq ki, həmişə bizim Adı ilə gözəl yaşasın. adlarımız yaşasın. Deyir, igid ölər, adı qalar. Hər birimiz çox yaxşı bilirik ki, ad insanın həyatda vəsiqəsidir. Necə deyərlər, igidin adını eşit, üzünü görmə. Məsələ də lap yerinə düşür. Başa düşmədim. Salam aleyküm. Salam. Polis serjantı Salahov. Səmimi Tomas adınızı deyərdiniz. Başa düşmədik. Adım İlahə. Sizin adınız, Qəmər Banu. sizin, Tacirə xanım. bəs sizin, Əlbəttə ki, Məftunə. bəs qonağınızın. Arvad axtarsan kişi, Novruz. Novruz. Tamam, bir cinayətçi tapıldı. Ay qardaş, necə mən Başa düşmədim. Ya, Sizin qonağımızı bizim qonağımızla nə- nə işiniz var? Zarafatsız neyinirsiniz Novruz dayı? Heç zarafata oxşuyur bu. Siz bizlə getməlisiniz. Soyadınız. Cəfərov. Üzrə hesab edin, biz Novruz adında bir şəxs axtarırdıq. Cinayətkar sadəcə soyadı ayrı idi. Bağışlayın. Bunu deyin də Gələnə bana. baxın. Oturub bir çay içərdiniz. Nənələrimiz demiş, ağır pəstahımızdır. Adınızı qoruyun ki, suda batmasın. Adınızı qoruyun ki, odda yanmasın. Adınızı qoruyun ki, adsız qalmasın. Necə deyərlər, ad insanın necə insan olduğunu üzə bildirir. Necə deyərlər, hər zaman adımızı elə qoyaq ki, heç zaman unutamayaq. Novruz müəllim, çox sağ olun, gəldiniz, bizimlə bugün söhbət elədiniz. İndi isə buyurun çayınızı için. Üzürlü hesab edin. Biraz peşmançılığı oldu, amma olur da arada belə bir Son iki işlər. yaxşı oldu. Əsas oldu, bəli.